Mahir, Bakını çox qəşəngləşib, gözəlləşib. Yaş gəldi dincəlməyə. Yəni, Mahir, taleydir. Bəli. Şərəfsə var, pulumuzu qaçıb gizlənib buralarda. Bir qardaşa borcum var, onu da ödeyə bilmirəm. Onun ötü qaçıb gizlənirəm. Hatta bütün bir axtarışa verilməli. Bilməm nətər ödəyəcəm. Utanıram da çölə bayra çıxıram, tanışlarımız yanında bir adı olmuşam. Olmuşam belə nətər ödəyəcəm bilmirəm. Hiç. Başa düşürəm. Narahat olmayın. Bir işdə həll edəcəyik. Çox sağ ol, təşəkkür edirəm. Şöyle Talih, yaxınlaşaq. Salam Talih. Salam. Necəsən? Sağ ol. Tanıdığın kimdir? Hə, Turan müəllim deyirsiniz. Ay, sağ ol. Niyə sən pul vermirsən, qaçırsan, gizlənirsən? Mənim biraz problemim var, üzrlü say. Mənim rəhmətə gedənim oldu. Anam rəhmətə getdi, atam rəhmətə getdi. Ona görə də o pulu ödəyə bilmədim, üzrlü say. Mən səni gözəl başa düşdüm, dediyini dinlədim səni. Amma mənə bir kişi kimi, belə özün bilirsən də, qaçmaq məndən mümkün deyil. Bakı balaca şəhərdir, səni tapmaq mənim üçün 2-2-dir. Yəni sən mənə bir vaxt deyinə, o gündən görüşək. Mənlə daha doğrusu Mahirlə görüşəcəksən. Mahirlə nədir, həll edəcəksən. 5 min istəmişdin, 10 min verdim sənə. Qardaş, 10 minini Mahirdə verərsən, Mahirdən alacam. Geçdin. Mahir mənim, bununla məşğul olun. Mən maşına gedirəm. Sonra gələrsən yanıma, yaxşı işin var sən. Eşitdim ya Talih bəy, mən gedirəm. Turamam ne dedi? Bir de bir tekrar olmasın. Ben böyle buraya kadar gelmeyeyim inşallah. Bana bağışlayın gelirler. Ayda abi ben hardan tapdı? Böyle ben bunlardan uzak duran bulacakta geldim, ben yine taptılar. Ay bile sırtım partlayıram öyle.